Ərindən sulu yemək bişirdi. Ərinin xəyanətini öyrənən qadın onun cinsiyyət orqanından yemək hazırlayıb. Braziliyanın Acrelandia şəhərində ərini vəhşicəsinə öldürməkdə təqsirləndirilən qadın həbs edilib. İstintaqa görə o qətliamdan sonra onun cinsiyyət orqanını kəsərək lobiya ilə birlikdə bişirib. Polisin məlumatına görə qətlə səbəb qısqanclıq olub. Qadın ərini başqasının çılpaq fotolarına baxarkən yaxalayıb. Dindirilmə zamanı qadın törətdiyi cinayətə etiraf edib və yemək hazırlayarkən mərhumun bədəninin bir hissəsindən istifadə etdiyini təsdiqləyib. Lakin o, yeməyi özünün yeyib yemədiyini dəqiqləşdirməyib. Qeyd edək ki, qısqanclıqdan olan qətllər patoloji qısqanclığın, yəni psixi pozuntunun ekstremal nəticəsi ola bilər. Bu vəziyyət obsessiv və ya delüzyonal strukturlu olaraq psixiatrik diaqnoz tələb edir. Frontiers in Neurology jurnalında Parkinson xəstələrində delüzyonal qısqanclıq və əlaqəli qətl hadisələri haqqında məqalə dərc olunub. Məqalədə qısqanclıq zəminində qətlin psixi pozuntu nəticəsi olduğu deyilir.